Salam, mən Nəmin müəllimə sizinlə qan qrupları ilə bağlı qısa bir qeyd paylaşacağam. Deməli, qan qruplarını təyin edirik biz qanın həm formalı elementində olan, yəni eritrositlərdə olan antigenlər vasitəsilə, həm də plazmada olan antitellər vasitəsilə. Və burada yadda saxlamaq üçün qısaca bir qeyd deyəcəm sizə. Əgər zulalın adında C hərfi varsa, yəni antigen və yaxud da aqlutinogen varsa, bu o deməkdir ki, bu zula eritrositdədir. Yoxdursa, yəni sadəcə antiteldir və yaxud da anti-A, anti-B olaraq yazılırsa, demək ki, bu plazmadadır. İndi burada belə vurğulayırıq yoldaşlar. Deyirik ki, orta məktəb səviyyəsində bizə məlum olduğu kimi 4 qan qrupumuz var deyirik. Birinci qan qrupunda eritrositdə heç bir antigen yoxdur. Ona görə biz onu 0-0 yazırıq. Yəni 0-0 qan qrupu demirik, yəni 0 qan qrupu deyirik. 0-0 niyə yazırıq? Biz bilirik ki, əksər əksər deməli somatik əlamətlər bir cüt xromosomla təyin olunur. Hamısı demək əksər deyirik. İkinci qan qrupunda yalnızca A antigeni var. Yəni ona görə biz genetikasını yazırıq AA və ya A0. Yəni burada A geni 0 gen üzərində dominantdır. Üçüncü qan qrupunda yalnızca B zol var. Yəni yazırıq BB və ya B0. Yəni də B0 üzərində dominantdır. Dördüncü qan qrupunda isə yazırıq AB. Yəni burada AB heç bir-birinin üzərində tam dominantlıq edə bilmir. Ona görə də yeni, fərqli bir qan qrupu üzə çıxmış olur, peyda olur və s. Plazmada isə eritrosin tamamilə tərsi. Yəni birinci qan qrupunda hər ikisi antitel var. İkinci qan qrupunda yalnızca B antiteli var. Üçüncü qan qrupunda yalnızca A antiteli var. Dördüncü qan qrupunda isə həm A, həm də B antigeni var eritrositdə. Ona görə də plazmasında heç bir antiteli yoxdur. Belə. İndi biz deyirik ki, birinci qan qrupu universal donordur. Birinci qan qrupu eritrositinə görə universal donordur. Yəni eritrositlərini bütün qan qruplarına ötürə bilər. Amma plazmasını heç kimə verə bilməz. Baxın, plazmasında A da var, B də var. İkinci qan qrupuna versə A yaddır. Üçüncü qan qrupuna versə B yaddır. Dördüncü qan qrupunda isə həm A, həm B. Hər ikisi yaddır. Yəni burada biz nə deyirik? Eritrositdəki antigen və plazmadakı antitel bir-birlə toqquşa bilməz. Əgər toqquşarlarsa, hemoliz, hem qan, lizis parçalanma, qanın parçalanması, yəni eritrositlərin partlaması baş verə bilər. Bu da bizim orqanizmamıza ilan zəhərindən heç də zəif təsir etmir. Yəni bu antitellərin toqquşması prosesi, zolların toqquşması prosesi daha dəqiq desək və insan tələfatına səbəb ola bilər. Yəni buna görə deyirik ki, misal üçün bax, ikinci qan qrupu, birinci qan qrupu ikinci qan qrupuna plazmasını verə bilməz. Niyə? Birinci qan qrupunun plazmasında A var, yəni A antiteli var. İkinci qan qrupunun eritrositində A antigeni var. Bu antigenlə bu antitel toqquşa bilməz. Yəni bizə desək ki, misal üçün burada plazmada B-si var, ona görə ikinci qan qrupuna qan verə bilməz. Xeyr, bu çıxış yanlışdır. Məhz plazmadakı A ilə eritrositdəki A yəni eyni adlı antigen və antitel bir araya gələ bilməz, mümkün deyil. Bu qan qrupları ilə bağlı deməli, qısa bir izah. Yəni bunu başa düşməliyik ki, bizə testdə plazmada desə nəyə götürürük, plazma deməsə və yaxud da sadəcə eritrosit desə nəyə götürməliyik və antitel ilə antigeni bir-birindən ayırmağı bacarmalıyıq. Yoldaşlar, bir də var bizdə deməli rezus faktor. Rezus faktorda dominantdır müsbət, yəni olması müsbətdir, olmaması resessivdir. Yəni mənfi qan qrupudur, həmin o zulalın yenə də olmaması və bu da yenə də həm bizim eritrosimizdə var, həm də plazmamızda var. Yəni əgər eritrositdə vardırsa, plazmada yoxdur. Yəni və biz burada hesab alırıq eritrositi. Demək ki, eritrosimiz müsbətdirsə, varsa müsbətdir, demək ki, müsbət qan qrupudur. Və yaxud da eritrositdə yoxdursa, demək ki, plazmamızda var. Böyük erdir, yəni eritrositdə yoxdursa, deməli bu mənfi qan qrupudur. Bu da belə. Və ona görə deyirik ki, deməli, müsbət qan qrupu nəyə göstərir? Zulalın var olduğunu göstərir. Müsbət qan qrupu mənfi qan qrupuna qan verə bilməz. Yəni, təbii ki, yenə burada söhbət eritrositlərdən gedir. Çünki qan köçürmə zamanı, misal üçün bir tibb bacısı birinci qan qrupuna malik şəxsin vena damarından qanı götürüb birbaşa üçüncü qan qrupuna malik olan şəxsin venasına yeritsə, insan yerindəcə tələf olar. Yəni, bu mümkün deyil. Əvvəlcə sentrifugada eritrositlər köçdürülür,
ayrılır. Ondan sonra süni plazmaya yeridilir və akseptor şəxsin və ya da resipiyentin artıq vena damarından yeridilir. Yəni plazma və eritrosit ikisi heç bir halda eyni anda köçürülmür. Bu hər bir variantda insanın tələfinə səbəb olur. Müsbət qan qrupu mənfi qan qrupuna qan verə bilər, bilməz, üzr istəyirəm, bilməz. Yenə də biz bunu götürürük sırf eritrosit üzərindən. Çünki müsbət olması var deməkdir. Mənfi olması yoxdur deməkdir. Yəni bu mənfi qan qruplu mənfi qan qruplu şəxs üçün bu müsbət rezus faktor yad bir cisimdir. Yad bir cisimdir və yəni zəhər, ilan zəhərindən heç də fərqlənməyən bir belə deyək, təsir bağışlayır. Amma mənfi rezus faktorlu şəxsdən müsbət rezus faktorlu şəxsə və yenə də eritrositini köçürmək olar. Çünki burada yoxdur, mövcud deyil heç nə. Zülalın mövcud olmayan zülal yoxdursa, mövcud deyilsə, təbii ki, o da bir belə deyək, hemorizə səbəb olmayacaq və mənfi qan qrupundan müsbət qan qrupuna qan köçürmək olar. Yenə təkrarlayıram, yalnızca eritrositini plazma olmaz. Eritrosit və plazma eyni adamdan götürülüb fərqli bir qan qrupuna heç bir halda köçürülə bilməz. Yalnızca özünə, misal üçün, müsbət 3, yalnızca müsbət 3-ə qan köçürə bilər. Birbaşa venadan götürüb. O da yenə də təbii ki, qanla yoluxucu xəstəliklər, infeksion xəstəliklər vardır ki, bunlara qarşı mütləq şəkildə yoxlanılmalıdır. Yəni, müsbət 3-ün vena damarından qan götürdüm, müsbət 3 qan qruplu eyni şəxsin, başqa bir şəxsin, bacısının, qardaşının və s. venasına qan köçürdüm. Bu mümkündürmü? Yəni, yenə də mümkün deyil. Ən azından o infeksiyalardan, qanla yoluxucu xəstəliklərdən, hepatiti, qitisi və s. kimi mütləq şəkildə yoxlanılmalıdır. Bu da belə. Çalışacağım ki, bu tip qısa videoları sizin üçün daha tez-tez paylaşım. Paylaşmaqdan xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. Uğurlar.